Mən bu Avropa Parlamenti görə belə deməli başlayıb Azərbaycana deməli təhqir eləmək, Azərbaycanı aşağılamaq, Azərbaycanı ümumiyyətlə oğru cəmiyyətidir, oğru deməli korrupsiya oğru ölkəsidir belə elə. Bilirsiniz? Birinci adam ki birinə irad tutan da bir özündən başlayar. Bu iradı tutur hamıya. Yəni bütün bu Avropanın özü o əməllərini yeridib də hamıya. Biz oğruyuq, onlara baxmışıq, onlardan götürmüşük. Yəni erməni, rusu demirəm hələlik. Ümumiyyətlə onların ki ayağı buradaydı, deməli 200 il, 300 il öncə. Mən demirəm bu növ tapılanan 1840-cı illərdən onlar həmişə Azərbaycana deməli çalışıblar Azərbaycanı məhv eləmək və onun sərvətlərini əldə eləmək. Başa düşürsünüz, yox, başa düşməyəcəklər. Avropa o vaxtdan indi deyil, Avropa düşüb üstümüzə. Bu indi bizi oğru adlandırır. O vaxtdan işləyirmişlər. Bilirsiniz, elə belə o bizim o ziyalıları deməli Azərbaycan parlamentini məhv eləmədilər ruslar. Yəni Avropalılarda marağı var ki, müstəqil Azərbaycan olmasın, elə həmişə o altda qalsın onun bunu və necə farsları gətirdilər 25-ci ildə meymunlar durub deyir ki biz farsıq, o kimdir, bu kimdir, Azərbaycan olmayıb belə elə. Bax bu meymunçular. Biz də onlara dəstəyik. Əlbəttə biz özümüz onlara dəstəyik. İndi bu fransızdır, ingilisdir, odur. Fransızlara biri demir ki neçə dəfə düzdür eşitdiriblər, amma yeritməyiblər. Onlar hamısı cəza almalıdırlar, sonra bizi imtahan verirləsin, nəysə bizi günahlandırsınlar. Ərəbləri olar, 15 milyon ərəb olar, 100 il. 1860-dan başlayıblar, 1960-a 15 milyona yaxın ərəbin başı gəzir. Ərəb gedir hələ ondan dostluq edir. Yaxşı, ondan mən danışmıram ərəbdən. Deməli, bu deputatlar var, hansı ki biri var, Miguel Urban, o Miguel Urban da biri. Deməli, biri də Anna Gomes. Bu bilirsiniz də, o Putinə düzdür, hərbi tribunal hazırlayıblar Avropada, o düz eliblər. Amma Azərbaycanı niyə aşağılayırlar? Azərbaycanı aşağılamalıdırlar da. Azərbaycan türkdür və müsəlmandır, bu bir. Ona o məqsəddir, ayrı heç nədir. Onların beynində Azərbaycanı Qafqazdan necə məhv eləmək, erməniləşdirmək və o farsları ki gətirmirlər, elə belə yox. Deməli, onların cavabını vermək üçün bizim deputatlar nə etməlidirlər? Örnək olmalıdırlar. Birinci, onlara nümunə göstərin ki, baxın, biz alırıq 8.000, məsəl üçün, deputat. Mən ondan imtina edirəm. İndi dövlət düzdür, sənə 8 verib, sənsə denən ki, bu 8.000-i neynəm, mənə 1000 də bəs edər. Yəni, necə olur, mən indi 400 manata yaşaya bilirəmsə, sən 1000 manada yaşayamayasan, onu sən də bir kömək elə bir qazilərə, veteranlara, ya indi kiminsə bir, hər bir, yəni öz maaşınızdan verin də maaş. Mən demirəm, heç olmasa 10%-dan verin, verə bilirsiniz. Hər bir deputat qoyun, bu bir. İkincisi, imtina etməlisən, varından dövlətindən. Əgər hansısa bir deputatın, məmurun evi varsa, mən demirəm, hərəcin qoy, hər uşağın, 3 uşağın var, 3-ün də evi olsun, maşını olsun. Amma o milyonlardan imtina etməlisiniz. Yəni kişi kimi. Bütün dünyaya göstərsəniz, onda bütün dünya qarşısında Azərbaycan bilirsiniz nə olar? Onda əgər Azərbaycana kimsə barmaq silkələsə, qardaş, onda gəlib tüpürün mənim üzümə. Bu bir.
Yəni bir dənə örnək, bizim deputatlar örnək olmalıdırlar ki, göstərsinlər ki, bax biz belə millətik. Biz var dövlətdən də imtina edirik. İndi var dövlət demirlər ki, acından ölməyə kişi. Villa nəyə lazımdır, nəyə lazımdır xaricdə evin, eşi. Bax bunlar nəyə lazımdır? O boyda milyonlar nəyə lazımdır? Mən yenə deyirəm, hər bir deputatın əybi yox. Variz də 1 milyon cəhənnəmində qoy olsun. Ha, məmurun da olsun. Ancaq 100 milyonlarla qardaş pulları kömək eləyin də. Burada nə var? Cəmaət da sevinər. Heç kəsə bir narazılıq eləməz ki, sənin uşağın niyə döyüşmür, mən gedirəm döyüşməyə. Başa düşürsünüz? Onda Avropa parlamentində oturub baxacaqlar ki, qardaş, bu millət biz yəqin ki, özümüz oğuruyuq, onlar yox. Onda onlara siz deyə bilərsiniz ki, oğururlar, ay baş kəsənlər. Bütün Afrikanı soydunuz. O Amerikada incə esləri məhv elədiniz 100 milyonlarla. Avstraliyada 50 milyonlarla papuasları məhv ediblər. Qara Afrikada 50 milyonlar məhv ediblər. Soyqırım törədiblər. Onların dili qalar boğazında. Bildiniz ya yox. Ona görə siz bir dənə öyrənin. Hər bir deputat, yenə də deyirəm, belənki bir örnək, belənki nümunə göstərməlidir. Kömək eləsinlər bizim veteranlara, bizim insanlarımıza. Onda bilirsiniz, heç kəs irad tuta bilməz. Mən yenə də deyirəm, yəni onların özləridir birinci oğru bandit. Gör biz nə gün deyik ki, bu alçaq, bu oturub bu parlamentdə görün bizi aşağılayır. Bu parlament kimdir? Bilirsiniz kimlər oturub orada? Mən yenə də deyirəm, bizim deputatlar bugün yaxşı bir örnək olsunlar. Göstərsinlər Avropalılara. Bir də ki, yadınızdan çıxmasın, Avropanın bizdən gedib. Bütün Skandinav xalqları bugün başa düşüblər ki, Skandinavlar, Norveçlər, Finlər, Danimarka, İsveç ki, biz Azərbaycan torpağından gəlmişik, Azərbaycan türkləriyik. İran Azərbaycandır, Qafqaz Azərbaycandır. Ay kişi, burada Fars olmayıbdır, bu Fars dövləti olmayıbdır. O Makedonski vaxtı nəsə olub, məhv edib, gedib o Kirra Mirranı gətirib, indi bizə şey eləməyin, ay şiə soxmusunuz. Şiə nədir? O Fars nə şiə? Nə sünni? Ay qardaş, onu xristianlar deyir ki, bizim itimizdir. Fransızlar deyir ki, bizim köpəklərimizdir. Onlar özümüz gətirmişik. Köpək olmasa o necə olur 1925-də üzlərinə vuramırsan? Qacarın başını kim kəsir? Qacarın başını kim kəsir 25-ci ildə? 25-ci ildə hakimiyyətə kim gəlibdir? Bu köpəklər gəlibdir. Mən gəlməmişim ki, onlar gəlibdir. Türkün torpağında yaşayır. Siz sağlığınızda su almışsınız, o durub barmaq silkəliyir. Niye? Hamam olarak tikmişsiniz bütün halklara dünyada. Hamam. Ne demektir hamam? Fransızlar Avropada iğlənirdiler. Parik qoydular başlarına. Duxi səpirdiler. Onun karşısında hamam tikdi. Türk geçim adam ol. Çirk. Arkasında çirkten nə əmələ gəlirdi? Quyruq əmələ gəlirdi. Bilirsiniz, bunu İrəvanda ermənilərə də deyirdim. Ermənilər özləri etiraf edirdi ki, türklər bizə hamama qovurdular ki, biz iyləndik 1920-də. Ermənilər danışır. Mən nağıl danışmıram. Siz Avropalılara deyəmirsiniz ki, dünəni sənə o çirkdən qutarmışsan, biz qutarmışıq. Nə biz Azərbaycana barmaq silkəliyirsiniz? Ay kişi, barmaq silkələyənə necə ola bilər? Dünən tualetdə girib adını yazır.
Avropalı, Ermənisi, Rusu bugün sənə barmaq silkələyir. Ay Türk, oturmusunuz bu parlamentlərdə. Mənim qabağımda Avropada nə Rusu, nə Avropalısı qabağımda danışa bilməz. Onlara biz vaxtında yol göstərən, öyrədən, sivilizasiya bizdən gələn, hələ Skandinavlar deyirlər ki, Türkdən gəlib dünya, mədəniyyət. Bunu deyir. Bunlar durub Avropa gör, Avropa bizə barmaq silkələyir. Nə bilim, haqdan danışır, azadlıqdan danışır. Avropa haqqı tapdalayan xalq, zorakılıq bütün xalqlara qarşı 200, 300, 500 illərlə. Bugün Azərbaycana deyir ki, səndə haqq yoxdur, səndə nə bilim, azadlıq yoxdur. Olmaz da sən özün yaradıbsan. Bunu bizdə onlar yaradıb. Ona görə biz gələ tərqidəyik. Mən yenə deyirəm, deputatlar, bir dənə örnək olun, nümunə göstərsəniz, gözəl bir nümunə göstərsəniz, bunlar əl çəkəcək. Bunlar görəcək ki, yox, səhv olmuşuq. 41-ci il Avropanı xilas edən bizim Azərbaycanlar olubdur. Rusiyanı Azərbaycanlar olubdur. Marshal Jukov deyir, Bakı olmasaydı, nə İsrail olardı, nə Avropa, nə Rusiya. Bilirsiniz ya yox, hamısı Almanın sapogunu təmizləyən olardılar. Bunu Avropalıların üzünə deməkdənsə, bunlar gəlib Avropa bizə barmaq silkələyir. Yəni, bu qədər.